Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Yapon xanedanı necə yarandı adlı, adından da göründüyü kimi Yapon nağılını danışacağım. Hoderi balıqçı, qardaşı Hori isə ovçu idi. İkisi də öz sənətinin ustası idi. Bir gün qardaşlar öz peşələrini dəyişmək qərarına gəldilər. Hoderi ovçuluğu bacarmadı. Hori isə bircə balıq belə tuta bilmədi. Nəticədə Hoderi qardaşının oxunu və yayını özünə qaytarıb, öz balıqçı alətlərini ondan geri istədi. Amma Hori balıqçı alətlərini itirmişdi. Hoderi çox qəzəbləndi. Əgər qarmaqlarını tapmasa, bir də heç vaxt onunla danışmayacağını bildirdi. Hori isə bu işə çox peşman olmuşdu. Sahildə gəzəndə dənizlərin ağsaqqalı Shikichuju no Oji'yə rast gəldi. "Niyə belə kədərlisən oğlum?" Hori başına gələnləri danışanda ağsaqqal dedi. "Kədərlənmə, hər dərdin bir çarəsi var." Əlləri ilə dəniz bitkilərindən bir səbət ördü. Horini səbətin içində oturdub dənizin dibinə göndərdi. Dənizin dərinliklərinin möhtəşəm mənzərəsi Horini heyran qoydu. Parıltısı isə göz qamaşdıran minlərlə balığın qıvrım-qıvrım budaqlarını yavaşca oynadan bitkilərin arasında dolaşarkən Horinin qarşısına bir saray çıxdı. O həyatında belə gözəl saray görməmişdi. Elə bu vaxt sarayın qapısında bir gənc qız göründü. Horini görən kimi içəri qaçdı. Bu dənizlər padşahının sarayı idi. Horini görüb qaçan qız da padşahın qızı idi. Dənizlər padşahı Horini içəri dəvət etdi. İtmiş qarmaqlarını axtardığını eşidəndə dənizdəki bütün balıqlarına qarmaqları axtarıb tapmağı əmr etdi. Qarmaqları tapanda Hori artıq saraya öyrənmişdi. Padşah və arvadı da Horini çox sevmişdilər. Hətta getməyini istəmədikləri üçün onu qızları ilə evləndirdilər. Bir neçə il sonra Hori vətən həsrəti çəkməyə başladı. Həm də qardaşına qarmaqları qaytarmaq istəyirdi. Arvadı ilə vidalaşdı və məmləkətinə doğru yola çıxdı. Amma vidalaşarkən arvadı ona belə dedi. "Tezliklə bizim uşağımız olacaq. Fırtınalı bir gündə övladımızla birgə yanına gələcəm və səninlə birlikdə orada yaşayacağam." Həqiqətən fırtınalı bir qış gecəsində şimşəklər çaxan zaman dənizlər padşahının qızı yeni doğulmuş oğlu ilə birlikdə Horinin yanına gəldi. Onlar oğulları ilə birlikdə xoşbəxt həyat sürməyə başladılar. Əfsanəyə görə Yaponiya imperatorları elə həmin uşağın nəslindəndirlər. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.